Akıl Bakdadı kanalında sizə xoş gəldik. Bağışlayan və mehriban Allahın adı ilə. Salam Sümeyyə bacının şirin, şəkər, gül balaları. Deyin görüm, yeni nağıla qulaq asmağa hazırsınız? O zaman başlayaq. Biri var idi, biri yox idi. Uçmağı çox sevən balaca bir sərçə var idi. O həm də insanları izləməyi, onların danışdıqları hekayələri eşitməyi də çox sevirdi. Lakin bir hekayə var idi ki, heç vaxt yadından çıxmırdı. O hekayə insanın qəlbini nurla və məhəbbətlə doldurur. Bu Qədir hekayəsidir. Uşaqlar, gəlin bu hekayəni bu balaca sərçənin dilindən dinləyək. Hər şey bir gözəl gündə başladı. Günəş gökyüzündən gülümsəyirdi. Mən xurma ağacının budağında oturub ətrafı seyr edirdim. Birdən gördüm ki, böyük bir karvan Məkkə tərəfdən gəlir. Qadınlar, kişilər, uşaqlar, dəvələr, atlar və yük heyvanları ilə yol gedirdilər. Gözlərində sevinç parlayırdı. Qəlbləri ümidlə dolu idi. Mən həmin ağacın budağında dayandım və öz-özümə dedim: mütləq bu karvanın arxasınca uçmalıyam. Nəsə böyük bir şey baş verəcək. Elə bir göydə bir sir var. O adamların arasında elə bir şəxs vardı ki, üzündən nur saçırdı. Bahar küləyi kimi təbəssüm edirdi. Yaşılımtıl bir libas geyinmişdi. Baxışları elə bil cənnətdən bir nur idi. Bu Peyğəmbərimiz Muhammed Salavatullah idi. Onun yanında güclü və mehriban bir kişi gedirdi. Baxışları sədaqətlə dolu idi. Bu Həzrəti Əli əleyhissalam idi. Onlar sanki göydəki iki parlaq ulduz kimi yan-yana idilər. Birazdan karvan xurma ağaclarının altında dayandı. Mən yavaşca bir budaqda oturub onların danışığını dinlədim. Peyğəmbər Salavatullah buyurdu: Ya Əli, mən səndənəm, sən də məndən. Harada olsam, sən də mənim yanımdasan. Həzrəti Əli əleyhissalam buyurdu: Ya Rəsulallah, hər zaman əmrinizi dinləyirəm. Siz bizə yolu göstərdiniz, mən də ardınızca gəlirəm. Mənim qanadlarım bu sözlərin sevgisi və sədaqəti ilə titrədi. Bu necə dostluq, necə sevgi idi ilahi. Gecə düşəndə insanlar odun ətrafında toplandılar. Kimi çörək bişirirdi, kimi su gətirirdi, kimi uşaqlara nağıl danışırdı. Mən yuxarıdan baxırdım. Hər yerin mehribanlıqla dolu olduğunu görürdüm. Balaca bir uşaq atasından soruşdu: Ata, niyə hamımız buradayıq? Atası dedi: Bilmirəm, amma nə vaxt Peyğəmbər bizi bir yerə toplayır, bu o deməkdir ki, bizə önəmli bir söz deyəcək. Mən öz-özümə dedim: Doğrudur balaca dostum, böyük bir xəbər gəlir. Səhəri gün bir dəvə yorulmuşdu. Yeriyə bilmirdi. İnsanlar onun ətrafına toplaşdılar. Biri dedi: Ya Rəsulallah, bu dəvə gedə bilmir. Peyğəmbər Salavatullah buyurdu: Ona su verin, başını sığallayın. Heyvanların da qəlbi var. Yorulanda onlar da sevgi istəyir. Mən uçub dəvənin belinə qondum. Onun qulağına pıçıldadım: Dostum, gör sənə necə mehribanlıq göstərirlər. Qalx ayağa, çünki biz böyük bir yerə gedirik. Dəvə sanki mənə baxıb gülümsədi və ayağa qalxdı. Karvan yoluna davam etdi. Dağlardan, düzənliklərdən, isti qumlardan, küləklərdən keçdi. Hamı səbirsizliklə o böyük xəbəri gözləyirdi. Bu yol bir sevgi yolu idi. Hər addımında dua, mərhəmət vardı.
Bu yol həmişə haqqın yanında olan bir insanın, Həzrəti Əli əleyhissalamın izləri ilə dolu idi. Günəş qızmar parlaq idi. Karvan yavaş-yavaş irəliləyirdi. Hər kəsin baxışları Peyğəmbər sallavatullaha yönəlmişdi. Həzrəti Əli əleyhissalam nur saçan çöhrəsi və həmişəki aramlığı ilə Peyğəmbərlə bir addımlayırdı. Bir uşaq Həzrəti Əli əleyhissalamdan soruşdu. Ya Əli, deyirlər siz həmişə Peyğəmbərin yanındasınız, doğrudurmu? Həzrəti Əli gülümsədi, uşağın başını oxşayıb dedi. Elə o gündən ki, Peyğəmbər dedi Bismillah, mən onun yanında idim. O zaman heç kim ona inanmırdı. Gecələr karvan dayanırdı, dəvələr xurma ağaclarının yanında yatırdı. Yumşaq bir külək əsirdi. Mən isə Peyğəmbərin və Həzrəti Əlinin çadırının yanında oturub onları dinləyirdim. Peyğəmbər salavatullah deyirdi. Əlican, vaxt yaxınlaşır. Göylər illərlə bu gün üçün dua edib. Həzrəti Əli əleyhissalam isə sakitliklə cavab verdi. Nə desəniz ürəklə qəbul edirəm, ya Rəsulallah. Dağlar belə titrəsə, mən yanınızda olacam. Qulaqlarımı şəklədim, hiss edirdim ki, böyük bir şey olacaq. Amma hələ nə olduğunu bilmirdim. Səhəri gün balaca bir qız Həzrət Əlinin yanına gəldi və dedi. Ağa, dəvəm yorulub, çadırımız da yıxılıb, atam da xəstədir. Həzrəti Əli öz yorğunluğuna baxmadan yerindən qalxdı. Onlara kömək etdi, çadırı bağladı, ataya su gətirdi. Hamı təəccüblə baxırdı. Bu o Xeybər qəhrəmanıdır. Bəli, o qəhrəmandır. Amma hər şeydən əvvəl qəlblərin mərhəmətli atasıdır. O günlərdə Peyğəmbər salavatullah dostları ilə oturarkən buyururdu. Əli sizin aranızda Kəbə kimidir. Ona doğru gəlmək lazımdır. Hər kəs bir anlıq Həzrət Əliyə baxdı. O isə sadəcə başını aşağı salmışdı. Torpağı barmaqları ilə qarışdırırdı. Qəlbim onun bu təvazökarlığına və itayətinə heyran oldu. O gecə ay tamamlanmışdı. Külək yavaşca əsirdi. Mən bir budaqda oturmuşdum. Peyğəmbər salavatullah səssizcə göyə baxırdı. Sakit səslə buyurdu. İlahi, qəlbləri hazır et. Sabah səmalar bir həqiqəti açıqlayacaq. Və mən anladım. Cəmi bir gün qaldı. Cəmi bir gün və bütün insanlar biləcəkdi ki, bu yolun işığını kim daşıyır? Qəlbləri Allaha çatdıracaq insan kimdir?